Bismillahirrahmanirrahim. Salam, xoş gördük hər birinizi bir daha. Allah ibadətlərinizi, ehsanlarınızı qəbul etsin. Allah sizi öz rəhmətindən, bu ayın xüsusi rəhmətindən uzaq salmasın. Xatırlayırsınızsa biz tövbədən, günah və günahkarlıqdan danışırdıq və bu günahkarlıqdan xilas olmağın yollarından danışırdıq. Qeyd etmişdik ki, ilkin mərhələsi budur ki, Allahın əmrlərinə olduğu kimi tabi olasan. Burada iki məsələ var. Bir, Allahın əmrlərinə olduğu kimi tabi olmaq. Allahın əmrlərini, belə desək daha yaxşı olar, həyata keçirmək. İkinci mərhələ isə Allahın əmrlərini olduğu kimi həyata keçirmək. Ola bilsin, bir nəfər Allahın əmrlərini həyata keçirsin, amma olduğu kimi həyata keçirməsin. Birinci mərhələdə belə eləyəcəyik. Biz Allahdan nə əmr gəlirsə bizə, onu qəbul etməliyik. Və anlamalıyıq ki, bu əmrlər bizim xoşbəxtliyimizin bünövrəsini qurur. İkinci mərhələdə isə Allahın əmrlərini olduğu kimi həyata keçirməliyik ki, bu əmrləri olduğu kimi həyata keçirmək bizi düz istiqamətdə getməkdə kömək eləsin. Ola bilsin, bir nəfər Allahın əmrlərini Allahı istəsin, sevsin və öz düşüncəsində sevdiyi Allah həqiqi ilə həmin Allah olsun öz düşüncəsində, amma onun əməllərindən görsənəcək, onun yaşayış tərzindən görsənəcək ki, onun Allah tanıması düzgün Allah tanıma deyil. Və bu Allahı məhz öz düşüncələrinə görə tanıyıb, Allahın xüsusiyyətlərini öz istədiyi kimi anlamağa çalışıb, bu yolda peyğəmbərlərdən və imamlardan kömək almayıb. Kömək almadığı üçün də nəzarət eləyəndə, diqqət eləyəndə görürsən ki, Peyğəmbərin təqdim etdiyi Allahla onun qəbul etdiyi Allah arasında fərq var. Və bu o deməkdir ki, o Allah üçün hər nə edəcəksə, düzgün etməyəcək. O səbəbdən də qeyd etdik ki, günahlardan xilas olmaq üçün, o köklü yola qayıtmaq üçün əmrləri həyata keçirmək lazımdır və bugün deyirik ki, o əmrləri Allah istədiyi kimi həyata keçirmək lazımdır. Əmrləri öz başa düşdüyümüz kimi deyil. Bəzi insanlar var, deyirlər ki, mən səhər, günorta, axşam namaz qılınca mənim işim olur, yorğunluq olur. Elə bunları mən yığım bir yerə, bir dəfəlik qılım bu namazları bitsin. Və yaxud da bəzi insanlar var, insanların işlərini güya dini onlar üçün rahatlaşdırırlar, əksinə onlar üçün daha da çətin bir qarşıda yol yaradırlar, çətinliklər, sıxıntılar yaradırlar. Deyirlər ki, heç ümumiyyətlə əgər bir vaxt namaz qılmamısansa, oruç tutmamısansa, indi sən namaz da qılsan, oruç da tutmağa başlasan, artıq köhnə qılmadığın namazlar və tutmadığın oruclar hesablanmır. Yəni onların sən üzərində heç bir öhdəlik yoxdur, qəza yoxdur və sən də Allaha borclu qalmırsan. Amma Peyğəmbər elə demir. Peyğəmbər tam başqa cür yol göstərir. Peyğəmbər buyurur, xeyr. O təqdim olunan Allahdan doğan hökmlər düz deyil, səhvdir. Əgər bir şeyi vaxtında etməliydinsə, etməmisənsə, indi artıq onun necə ediləcəyini Peyğəmbərdən öyrənməlisən, Qurandan öyrənməlisən. Bunların qəzaları sənin öhdəndə qalacaq. Biz necə edək, günahdan xilas olaq? Alimlər deyirlər ki, günahdan xilas olmağın iki yolu var. Yəni, tövbə iki növ həyata keçir. Onlardan biri emosional tövbədir, biri isə rasional tövbə. Bunların hər ikisinin ayrı-ayrılıqda bir əhəmiyyəti olmur. Mən bir dəfə həssaslaşıram, bir günah eləmişəm, bir səhv eləmişəm, xəta etmişəm. İndi gəlirəm, o günahın ağrı acısı, ya o günaha görə məni qınayırlar, mənim vicdanım sızıldayır, ya o günahın mənəvi əzabı məni bu vəziyyətə salıb, o günahdan peşmanam, hətta ağlayıram, sızlayıram, çox narahatam o günahdan ki, söz verirəm özümə ki, bu günahı daha etməyəcəm.
Sonra baxıb görürəm ki, burada tövbə elədim, peşmançılıq çəkdim. Sonra bu peşmançılıqdan sonra həmin günahı yenə etdim. Və hətta söz verdiyim belə mənim yadımdan çıxmışdı. Mübarək Ramazan ayının Qədir gecələrində keçən il tövbə eləmişdim və söz vermişdim ki, bu günahı eləməyəcəm. Hamı ağlayırdı, hamı günahından qaçmaq istəyirdi. Bütün insanlar günahlarının tövbəsini Allahdan arzulurdular. Mən də o auraya düşdüm, mən də bunu etdim. Amma sonraki aylarda yadımdan çıxdı Qədir gecələri, unutdum Qədir gecələrində Allaha söz verməyimi, yenidən o günahı yenələdim. Artıq növbəti ildə Qədir gecələri gəldi, çatdı və düşdü yadıma ki, mən söz vermişdim bu günahları etməyəcəm. Yenə həmin günahlarla gəlmişəm Allahın hüzuruna ki, İlahi bu günahımı bağışla. Niyə yenə həmin günahla gəlmişəm Allahın hüzuruna? Niyə görə birincidə Allaha söz verdiyimə əməl etməmişəm? Deyirlər ki, bunun səbəbi budur ki, sən hissə qapanmışdın. Günah mənfi olaraq təsir etmişdi sənə, hissə qapanmışdın. Emosiyaların əsasında sən tövbə eləmişdin. Bu tövbənin yanında rasionallıq yox idi. Yəni, düşüncə yox idi. Tövbə odur ki, hisslərlə ağıl bir araya gəlsin. Həm vicdan əzabı çəkəsən, həm də bu günahı tərk etmək üçün yollar var. Hər hansı bir günahdan uzaqlaşmaq üçün yollar var, o yollarla sən hərəkət etməliydin. Və eyni zamanda anlamalıydın ki, bu günah sənə nə ziyanlar vurub və nə ziyanlar vura biləcək hələ bundan sonra. Günahın mahiyyətini başa düşməmişdinsə, günahdan tövbə etməyin də mahiyyəti absurddur. O günaha sən yenidən yenə qaydacaqsan. Və burada tövbəkarlıq, burada tövbə hissi artıq səmimi deyil. Səmimi tövbə odur ki, sən o günahdan narahat olasan və ağılla, o günahla mübarizə yoluna daxil olasan, Allah və Peyğəmbəri hansı yolla bu günahla mübarizə etməyi sənə tövsiyə edirlərsə, o yollarla bu günahla mübarizə etməyə başlayasan. Misal olaraq, sən bir günahdan dostlarının ətrafının nəticəsində bir günah eləmişdin, onlarla birgə oturub durmağın nəticəsində bir günah eləmişdin. İndi peşman olmuşsan, sonradan sən yenə həmin günahı yaşayırsansa, yenə həmin dostlarla oturub durursansa və onların həyat tərzindən uzaqlaşmamısansa, sənin o günahı etməyin təbiidir. Yəni, o işlər, o yol, o rəftar səni yenə həmin günah vəziyyətinə gətirib çıxaracaq. Günahdan tövbə necə baş tuta bilir? Hardan bilək günahdan tövbəmiz düzgündür ya yox? Bir, vicdan əzabı çəkiriksə, ya çəkirik, ya çəkmirik. Əgər vicdan əzabı çəkiriksə, bəli, deməli günahdan peşman oluruq. Amma bu günahdan davamiyyətli şəkildə qaçmaq üçün, mütləq bir ağlı tərəfdən bu məsələyə yanaşmalıyıq ki, məntiqlə, ağılla bu günahdan qaçmaq üçün özümüz üçün yol qurmalıyıq. Yol düzəltməliyik ki, bu günahdan qaçım. Misal olaraq, Müminin surəsində Allah möminlərdən danışanda onlar haqqında belə bir söz buyurur. Deyir, Əlləzinəhum ənil-ləğvi murisun. Onlar boş işlərdən qaçarlar, üz döndərərlər boş işlərdən. İndi sual verək o günahkara, sual verin mən özümə, mən günah etmişəm, özümə sual verirəm. Sən Ramazan ayında etdiyin tövbədən sonra həmin o boş işlər ki görürdün, bəzi boş işlər var ki, onlar özü-özlüyündə günah olmasa da, misal olaraq qeyd edirəm, günah olmasın, amma birbaşa günah üçün qapı açan işlərdir. Sual verirəm özümə ki, niyə görə sənin günahdan etdiyin bu tövbən səni o boş işlərdən, faydasız işlərdən uzaqlaşdırmadı? Səbəb nədir ki, sən o faydasız işlərdən uzaqlaşmadın? Deməli, sən hər hansı bir auraya düşmüşdün. Əksinə, sənin göz yaşların günahı köklü şəkildə özündən uzaqlaşdırmaq üçün deyildi. Özün də bundan xəbərin yox idi. Sənin göz yaşların günahın ağrısını aradan qaldırmaq idi. Allah Qədir gecəsində rəhməti ilə sığal çəkdi sənə, günahın ağrısı aradan getdi və sən bu ağrı aradan getdikdən sonra yenə həmin günaha qayıtdın. Çünki sənin burada dərdin günahın ağrısından xilas olmaq idi, vicdan əzabından xilas olmaq idi. Xilas oldun, yenə sən bu günahın ardıca getdin. İmam
Sadiq əleyhissalamdan bir ayə haqqında soruşurlar. Quran-ı Kərimdə belə bir ayə var ki, onlar səhərlər, yəni sübh namazından öncə, gecə namazının qılındığı vaxt Allahdan bağışlanmaq diləyərlər. Hər sübh namazından öncə Allahdan bağışlanmaq diləyərlər. Möminləri vəsf edir Allah. Onlar üçün bu xüsusiyyəti qeyd edir Quranda. İmam Sadiqdən soruşurlar ki, bu sübh namazından öncə səhərlər, yəni səhər vaxtı Allahdan bağışlanmaq diləyənlər kimlərdir? İmam Sadiq əleyhissalam buyurur ki, bu o kəslərdir ki, azından bir il, hər gün sübh namazından öncə durub Allahdan bağışlanmaq diləsinlər. Deməli, bu nəyi çatdırmaq istəyir? İmam Sadiq əleyhissalam buyurur ki, tövbə bir hala düşərək ağlayıb Allahdan bağışlanmaq diləmək deyil. Tövbə daimi olaraq o günaha düşməmək üçün o günahı etdiyinə görə Allahdan üzrxahlıq hissidir. Ona görə İmam Sadiq əleyhissalam bu ayəni izah edəndə buyurur ki, azı bir il onlar hər sübh namazından öncə durarlar, Allahdan bağışlanmaq diləyərlər. Bu da nə üçündür? Bu işi hansı hal yaradır? Hər gün Allaha yalvarır, o günahın mahiyyətini başa düşüb, etdiyi günahın acısını, ağrısını bilir və anlayır ki, bu günah məni hansı bədbəxtlik qapısına tərəf aparacaq. O səbəbdən də hər gün Allahdan bağışlanmaq dilir ki, ilahi, məni bağışla ki, məni bağışlayan nə? Məndə bir qüdrət yarat, mənim əlimdən tut, mənə kömək et ki, mən o günaha qayıtmayayım. Hər gün Allahdan bu günahdan xilas olmaq üçün bağışlanmaq dilir. Əmin deyil özünə. Tövbə, yəni özünə əmin olmamaq, hər gün, hər an Allahla rabitəsini saxlayır ki, ilahi, məbadə mən bir də o günah halına qaydım. Mənə kömək elə, səndən bağışlanmaq diləyirəm. Mənə kömək eləyəsən ki, mən yenidən o günah halına qayıtmayayım. Deməli, etdiyi günahın mahiyyətini anlayıb və fərqindədir. Ona görə də Allahdan əlin üzmür. Anlayır ki, mən Allahdan əlimi üzsəm, yenə də həmin günaha qayıdacağam. Başa düşür ki, mənim öz gücümə qalsa, mən bu günahla mübarizə edə bilməyəcəyəm. Mütləq Allahla münasibətim daimi olmalıdır ki, Allahın daimi köməyi, yardımı mənim üzərimdə olmalıdır ki, mən Allahın köməyi ilə bu günahdan xilas ola bilim. Quran buyurur ki, İnnən nəfsə ləəmmərətun bis-su illə mə rəhmə Rəbbi. Nəfs insanı pisliklərə doğru sürükləməkdədir. Yalnız və yalnız onlar xilas ola bilirlər ki, kimdir onlar? İllə mə rəhmə Rəbbi. Mənim Rəbbimin kömək etdiklərindən, rəhm etdiklərindən başqa hər kəsin nəfsi onu günaha sürükləyəcək. Onu çətinliyə, sıxıntıya, bədbəxtçiliyə sürükləyəcək. O səbəbdən də Allahdan möhkəm yapışır. Allahdan əlin üzmür. Hər səhər durur, Allaha yalvarır ki, ilahi, nə olar, mənim əlimi buraxma ki, əstəğfirullah Rabbi və ətubu iləy, Allahımdan bağışlanmaq diləyirəm və ona doğru qayıdıram. Hər gün Allaha yalvarır ki, ilah, məbadə əlimi buraxsan, mən bu nəfsi istəklərimlə bacarmayacağam. Məni bağışla, sənin bağışlamağından qüdrət əldə edeyim. Yəni, hər gün, hər an sənin rəhmətin mənim üzərimdə olsun. Rəhmət nəzərim məndə olsun ki, məbadə mən o günaha tərəf gedim. Peyğəmbər dua edəndə belə dua edirdi. Buyurur, ilahi, lə təkinni ilə nəfsiyə tarfətə aynin əbədə. İlahi, bir göz qırpım miqdarı belə məni öz ixtiyarıma buraxma. Bu tövbəkarın haldır. Bu günahdan qaçmaq istəyənin haldır ki, daimi Allah ətəyindən yapışıb, əlini Allahın ətəyindən üzmür ki, anlayıb, başa düşüb ki, mən günahı niyə etmişdim? Mən günahı ona görə etmişdim ki, Allaha köməyə çağırmamışdım. Özüm üçün xoşbəxtlik bir proqramı qura bilərəm və nəticəsi də günahla nəticələndi. Anladım ki, Allahsız mən heç nəyəm. Allahsız mən heç kiməm. Əgər Allah əlini məndən üzsə,
Əgər Allah mənə rəhm eləməsə, Allah rəhmətli mənim üzərimdən götürürsə, mən 100% o günaha yenidən qayıdacağam. Ona görə də Allahdan möhkəm yapışıb. Ona görə Allah buyurur ki, tubu iləllahi təvbətən nəsuha. Allahın qapısına səmimi şəkildə qayıdın. Yəni, atın özünüzü Allahın ağuşuna, sığının Allaha, günahdan datdığınız acını görün və əmin olun ki, bundan sonra nə qədər günah etsəz də yalnız və yalnız nəticəsi acı olacaq, sıxıntı olacaq, vicdan əzabı olacaq və əmin olun ki, Allahdan nə qədər çox yapışsaz, Allahın ətəyindən möhkəm tutsaz və bu ətəyindən möhkəm tutmaq sizi günahlardan xilas eləyəcək. Allah öz qüdrətini nəfsinizin qüdrətinin qarşısında hakim eləyəcək və bu nəfs yalnız və yalnız Allahın qüdrətini gördükdə aram olacaq. Aram olduqda isə artıq sizi günaha sürükləməkdə qorxacaq. Çəkinəcək sizi günaha sürükləsin və Allahın rəhmətindən qidalanmağınız sizi günahdan ehtiyacsız eləyəcək. Deməli, tövbəkarda daimi istiğfar, bağışlanma halı yaranmalıdır. Daimi istiğfar deyəndə bunu nəzərdə tutmaq istəmirəm. Hər gün gəlsin təsbih əlində, desin ki, əstəğfirullah Rabbi və etûbü iləh. Bu yox. Daimi bağışlanmaq istəyi. Heç bugün günah eləməmsən, amma o günahın ki, yadva düşür, deyirsən ki, Allah uzaq eləsin. O, insanlar deyərlər, bir hadisə olar, bir nəfər bədbəxt olar, haqqında deyərlər ki, Allah uzaq eləsin. Kimisə başına gəlsə bu hadisə necə olar? Sən ki, o günahı dadmısan, indi oturub düşünəndə fikirləşirsən ki, Allah uzaq eləsin, olmuya mən yenidən bir də o hala düşüm. Buna görə başlayırsan Allaha yalvarmağa, İlahi nə olar, məni öz rəhmətinlə ehtiyacsız elə, məni öz bağışlanmağınla, məni öz bağışlamağınla ehtiyacsız elə ki, mənim günaha ehtiyacım yaranmasın. Və bu daimi tövbənin, həqiqi tövbənin əlamətləridir. Ümid edirəm ki, biz bu tövbə yanaşmasıyla tövbəyə yanaşsaq, həm vicdanımız ağrı çəksə etdiyimiz günahlara görə, həm də düşüncəli şəkildə bu günahlarla mübarizə eləsək və sağlam bir yola qədəm qoymaq üçün çalışsaq, rasionallıq və emosionallığı bir araya gətirib gələ bilsək, həm Allahın bizim düşüncə tərzimizdən xoşu gələcək və kömək eləyəcək bizə, həm də bizim vicdan əzabı çəkdiyimizə görə bizə rəhm eləyəcək. Çünki Allah Quran-ı Kərimdə buyurur ki, and olsun özünü danlayan nəfsə. Hər kəs özünü danlayırsa, deməli onun üçün işıq qapısı açılır, onun üçün xoşbəxtlik qapısı açılır və bunun yanında Allahın rəhməti, nuraniyyəti onun qəlbinə nazil olur və o günahlardan xilas ola biləcək. Və bu tövbə Allah dərgahında qəbul edilmiş tövbədir və bu tövbə insanı xoşbəxt eləyər, nəinki özünü, hətta ətrafındakiləri da xoşbəxt etmək gücündədir. Allahdan istəyirəm, Allah tövbələrimizi qəbul eləsin, Allah bizi günahkarların sırasından deyil, Allah bizi pak bəndələrinin sırasında olan insanlardan qərar versin. Və selamu aleykum və rəhmətullahi və bərəkatuhu.